Salam, əziz uşaqlar. Bizim bugünkü mövzumuz Azərbaycan dili ilə bağlı olacaq. Arxa fon sizə nə deyir? Hansı mövzunu biz bugün keçəcəyik Azərbaycan dilindən? Sizcə kimdir? Həsən bəy Zərdabi və Əkinçi qəzeti. Deməli, mövzu olaraq biz hansı mövzuya toxunacağıq bugün? Bəli, düz tapdınız. Üslublar mövzusuna toxunacağıq. Üslublardan isə kiçik bir parça olan publisistik üslub haqqında biz bugün danışacağıq. Biz bilirik ki, ədəbiyyat dərsində dövrlərdə yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsi maarifçi realizm dövrü haqqında keçən dərs və bilirik ki, mətbuatımız məhz bu mərhələdə yaranıb, yəni 1875-ci ildə. 1875-ci ildə Həsən bəy Zərdabinin səyi nəticəsində Əkinçi qəzeti fəaliyyətə başladı, ancaq 2 il fəaliyyətini davam elətdirdi. 1877-ci ildə fəaliyyətini sonlandırdı. Ədəbi məktəb yarada bildimi? Xeyr, ədəbi məktəb yarada bilmədi, ancaq səpdiyi toxumlar cücərdi. Yəni, ilk olaraq Əkinçi qəzeti fəaliyyətə başlayır, ardınca isə digər qəzet və jurnallar da öz fəaliyyətini icra eləməyə başlayırlar. Deməli, başlayaq biz publisistik üslub haqqında ətraflı şəkildə danışmağa. Baxaq görək, publisistik üslubumuz nədir, necə yaranıb, nə kimi rola malikdir, hansı xüsusiyyətləri var? Publisistik üslub. Neçənci ildə yarandı publisistik üslubumuz? 1875-ci ildə. Bəs neçə il fəaliyyət göstərdi? 2 il fəaliyyət göstərdi. 1877-ci ildə fəaliyyətini dayandırdı. 1877. Ədəbi məktəb yarada bildimi? Xeyr. Ancaq səpdiyi toxumlar cücərdimi? Bəli. Bununla Əkinçi qəzetindən sonra digər qəzet və jurnallar fəaliyyətə başladı. Deməli, bunun digər adı nədir publisistik üslubun? Mətbuat dili. Mətbuat dili. Birinci, deməli, publisistik üslubun, hər üslubun olduğu kimi, bu üslubun da özünə məxsus xarakterli xüsusiyyətləri var. Baxaq görək, bu xüsusiyyətlər hansılardır? Birinci, təsirlilik. İkinci, aydınlıq. Üçüncü, kütləvi anlaşıqlılıq. Təsirlilik nədir? Yəni, qəzet və jurnallardan hər hansı bir məqaləni oxuyarkən yazılan bizə təsir eləməlidir. Yəni, hansı duyğularla yazılıbsa və ya televiziyada xəbərlər proqramı olsun, müxbir olsun, fərqi yoxdur, aparıcı olsun, məlumat ötürən insanlar olsun. Yəni, mütləq şəkildə, təsirli şəkildə danışmalıdırlar və bu insanlara sirayət eləməlidir. Aydınlıq. Aydınlıq da nə deməkdir? Yəni, anlaşıqlı olmalıdır. Eynən bunun kimi bir şeydir. Aydın və anlaşıqlı. Nitq səlis olmalıdır, başa düşülən olmalıdır, ümum işləy sözlərdən istifadə olunmalıdır ki, bunu uşağından tutmuş yaşlısına qədər, savadlısından tutmuş savadsızına qədər hər kəs dinləyir. Ona görə də kütləvi anlaşıqlılıq yazılıb bura. Hər kəs mətbuat dilindən publisistik üslubu dinləyir və yararlanır. Uşağından böyüyünə, savadlısından savadsızına dək hər kəs. Yəqin ki, bu 3 xüsusiyyət aydın oldu. Hansılar oldu publisistik üslubun xüsusiyyətləri? Kütləvi anlaşıqlılıq, aydınlılıq və təsirlilik. Daha sonra publisistik üslubun ikinci adı nə oldu uşaqlar? Mətbuat dili oldu, düzdür. Deməli, bunu silirəm. Deməli, bu üslubun müxtəlif mövqe və maraqları əks etdirir. Müxtəlif
müxtəlif mövqe və maraqları əks etdirir. Bu nə deməkdir, müxtəlif mövqe və maraqları? Məsələn, mən təhsillə bağlı məlumatları sevirəm və televiziyadan, radiodan, hər hansısa bir sosial şəbəkələrdən məlumatı öz maraq dairəmə uyğun məlumatlar əldə edirəm. Və ya hər hansısa bir digər bir yoldaşımız idman xəbərlərini çox sevir, idman kanalına baxır, yəni sırf idman xəbərləri verən radio dinləyir və ya idman xəbərləri ilə bağlı qəzet və jurnaldan istifadə edir. Yəni onun marağı idmanadır, mənim marağım təhsilədir, digərinin marağı incəsənətədir. Ona görə də deyilir ki, müxtəlif mövqe və maraqları əks etdirir. Müxtəlif kanallarda, məsələn, biz televiziya kanallarında baxırıq, mədəniyyət kanalı var, idman kanalı var, məlumatlandırıcı xəbərlər proqramı davamlı şəkildə aparan, əks etdirən kanal var. Ona görə də müxtəlif mövqe və maraqları əks etdirir. Fikri sırf publisistik üsluba aiddir. Daha sonra iki dənə forması var publisistik üslubun. İki forması var. Birinci şifahi forma, şifahi. İkinci yazılı forma, yazılı. Neçə forması oldu? İki forması oldu. Şifahi forması və yazılı forması. Baxaq görə bu şifahi yazılı forma nə deməkdir? Şifahi forma məlumatı şifahi şəkildə alırıq. Məsələn, dinləyərək məlumat alıram, radiodan məlumatı alıram, televiziyadan məlumatı dinləyərək alıram, yerdən atılan replikalar, mitinqlərdəki natiqlərin çıxışı, bunlar hər biri şifahi formaya aiddir. Şifahi forma nə oldu? Məlumat dinlənərək alınırsa, bu olur şifahi forma. Yerdən atılan replikalar, mitinqlərdə natiqlərin çıxışı, radio və televiziyaların dili. Yəqin ki, aydın oldu şifahi forması nədir? Yəni, dinləyərək məlumat alırıqsa, bu olur şifahi forması. Yazılı forması isə oxuyaraq biz məlumatı əldə ediriksə, o da olur yazılı forması. Qəzet və jurnalların dili. Qəzet və jurnalların dili. Elmi kütləvi kitabların dili. Kitabların dili. Aha. Yazılı forması necə oldu uşaqlar? Yazılı forması isə əgər biz məlumatı oxuyaraq əldə ediriksə, bu da olur yazılı forması. Yəqin ki, aydın oldu. Müxtəlif mövqe və maraqları əks etdirdi. Hər kəs öz maraq dairəsinə aid olan proqramlarla məşğul olur, maraqlanır. Məsələn, bayaq dediyim kimi də idman kanalı, incəsənət kanalı, mədəniyyət kanalı, nə bilim, xəbərlər proqramı, davamlı olaraq film əks etdirən kanal. Yəni, kimin maraq dairəsi nəyədirsə, qəzetdən, jurnaldan, radiodan, televiziyadan o məlumatları əldə edir. Ona görə də müxtəlif mövqe və maraqları əks etdirir fikri məhz publisistik üsluba aiddir. Şifahi forması necə oldu? İki dənə forması var. Şifahi yazılı. Şifahi forması nə oldu? Dinləyərək məlumatı alırıqsa şifahi formasıdır. Oxuyaraq məlumatı əldə ediriksə, bu da olur yazılı forması. Deməli,
Bura bir də yazım mən publisistik üslub. Publisistik üslub. Başqa nə deyə bilərik? İki dənə də şərt forması var. İki şərt forması var. Şərt formaları hansılardır? Birinci analitik şərt, ikinci isə təsviri şərt. Analitik şərt, təsviri şərt. İndi gəlin baxaq görək bunların fərqi nədir? Təsviri şərtlə analitik şərt. Analitik şərt təhlil olunaraq, analiz edilərək, analiz edilərək politoloqlar tərəfindən, bir neçə mütəxəssis tərəfindən deməli, analitik şərh nə oldu? Analiz edilərək, təhlil edilərək, müzakirə edilərək hər hansısa bir məlumat ictimaiyyətə ötürülürsə, buna analitik şərh deyilir. Bu da əsasən çox vaxtı verilişlərə politoloqları çağırırlar, öz fikirlərini müzakirəli şəkildə, fikir müzakirəsi, mübadiləsi nəticəsində dinləyicilərə ötürülür. Buna analitik şərh deyilir. Ən azı orada 2-3 nəfər olmalıdır ki, müzakirə və mübadilə prosesi getsin ki, analitik şərh biz deyək ki, hə, baxın, bu cür çatdırılma üsulu analitik şərhdir. Təsviri şərh isə bir nəfərin sadəcə məlumatı ötürməsinə deyilir. Məsələn, xəbərlər proqramında bir nəfər aparıcıdır, məlumatı dinləyicilərə özü təsvir edərək, nəql edərək ötürür. Buna da deyilir təsviri şərh. Yəqin ki, aydındır. Daha sonra dildə gedən yeniləşmələr, dəyişmələr ilk publisistik üsluba təsir edir. Dildə gedən yenilənmələr, dəyişmələr ilk bu üsluba təsir edir. Yəni, xalq danışıq dilində gedən proseslər. İçərisinə yeni söz daxil olur və dilimizdən söz çıxır. Bu proseslər birinci hansı üslubumuza təsir etdi, özünü göstərəcək? Publisistik üsluba. Və ya publisistik üslubda baş verən proseslər birbaşa xalq danışıq dilinə təsir edəcək. Daha sonra, deməli, ən ictimai nitq formasıdır. Ən ictimai nitq formasıdır. Buna görə də 3 yerə bölünür. Ən ictimai nitq forması. Yəni, bu nə deməkdir? Bir neçə funksional üslubun xüsusiyyəti bu üslubda birləşir. İndi, ona görə də bu üslubumuz 3 yerə bölünür. 3 dənə növ var publisistik üslubun. 3 növü var. Baxaq, görək bu 3 növ var. Hansı növlərdir? Birinci, bədii publisistik. İkinci, elmi publisistik. Üçüncü, rəsmi publisistik. Aha, deməli, ən ictimai nitq forması hansı üslubumuz oldu? Bəli, publisistik üslubumuz oldu.
Bir neçə funksional üslub məhz publisistik üslubda özünü göstərir. Ona görə də neçə növü oldu? 3 növü oldu. 3 yerə bölündü publisistik üslub. Bədii publisistik, elmi publisistik və rəsmi publisistik. Baxaq görək, bədii publisistik nədir? Bir də bir şey deyim uşaqlar. Publisistik üslubda məcazlıq, mücərrədlilik yol veriləndir. Yəni, rast gəlinir. Demirəm məcazilik, mücərrəd obrazlılıq publisistik üslubun xüsusiyyətidir. Xeyr, xüsusiyyəti deyil. Bu saydıqlarım bədii üslubun xüsusiyyətidir. Publisistik üslubda biz məcazlığa, obrazlılığa rast gəlirik. Məsələn, elə bədii publisistikdə rast gəlirik. Bədii publisistik olmasın, sırf publisistik üslub olsun, informativ xarakter daşıyan ancaq məlumat olsun. İçərisində frazemə, bir-iki cümlədə məcazi mənalı söz və ya ifadələrə rast gələ bilərik. Yəni, yol veriləndir. Məsələn, elmi üslubda məcazlıq qətiyyən işlədilməməlidir, işlədilə bilməz. Amma publisistik üslubda biz məcazlığı bəzi məqamlarda görə bilərik. 2-3 cümlələrdə az da olsa biz ona rast gələ bilərik. Yol veriləndir yəni. Bədii publisistik üsluba nələr daxildir? Bədii publisistik üsluba daxildir oçerk və felyetonların dili. Oçerk və felyetonların dili. Aha. Bir də bədii məqalələr. Bədii məqalələr. Aha, gəlin bir açıqlayaq görək. Bu bədii publisistik nə deməkdir? Oçerk, felyeton. Biz bilirik ki, oçerklər və felyetonlar ədəbiyyatın bir epik növün janrlarına daxildir. Epik növdə məsələn hekayə var, roman var, povest var. Epik növün oçerk və felyeton, oçerk də həmin epik növə daxildir. Ancaq, məsələn, oçerkin hekayədən fərqi nədir? Düzdür, hekayədə süjet filan olur, bunda süjet olmur. Ancaq, oçerk sırf qəzet və jurnallarda çap olunması üçün nəzərdə tutulan bir janrdır. Yəni, biz onu hekayəni necə dərsliklərdə, kitablarda görürüksə, biz oçerk orada görə bilmərik. Yəni, ədəbiyyatın bir qoludur. Bədiilik var, amma biz bu bədiliyi ədəbiyyatın qolu olan oçerki qəzetdə və jurnalda görürük. Publisistik üslubda görürük. Ədəbiyyatdan bir hissə olan oçerk harda işlədilir? Qəzetdə və jurnalda. İkisi sintez olunur, birləşir, bədii publisistik növ meydana çıxır. Felyeton həmçinin. Felyeton fransız ədəbiyyatından bizim ədəbiyyatımıza keçmiş bir janrdır. Cəlil Məmmədquluzadə gətirib 1906-cı ildə Molla Nəsrəddin jurnalının yaradıcısıdır. Molla Nəsrəddin jurnalına felyeton janrını gətirib ilk dəfə onun tərəfindən işlədilib bizim publisistikamızda. Felyeton kiçik satirik hekayə deməkdir. Hekayələri biz kitablardan oxuyuruq. Ancaq kiçik satirik hekayələr kitablar üçün yazılması nəzərdə tutulmur. Onlar məhz qəzet və jurnallarda çap olunması üçün nəzərdə tutulan satirik hekayələrdir. Həcmi çox balacadır, kiçikdir. Və biz bu bədii üslubun bir qolu olan felyetonu hardan oxuyuruq? Qəzetdən və jurnaldan. Bədii ilə publisistika birləşir, yenə bədii publisistik növ meydana çıxır. Yəqin ki, izahımdan bunu başa düşdünüz. Gəldik elmi publisistikə. Elmi publisistikdə də ki, bir sıra elmi məqalələr qəzet və jurnallarda, radio və televiziyalarda səsləndirilir. Səsləndirilmə, yazılma üsulu hardadır? Qəzetdə, jurnalda, radio və televiziyada. Bəs məqalənin özü hansı istiqamətdədir? Elmi məqalədir. Həmin bu elmi məqalə harda dərc olunur? Qəzetdə və jurnalda. İkisi birləşir və elmi publisistik növ meydana çıxır. Deməli, buna da yazaq. Elmi məqalələr. Məqalələr. Hər hansısa bir elm sahəsinə
aid məqalə, qəzetdə məqalə deyirik də ağzımızda, qəzetdə, jurnalda yazılır, düzdürmü məqalələr? Amma nə barədədir? Hər hansısa bir elm sahəsi haqqında söhbət gedir. Bu ikisi birləşir, olur elmi publisistik növ. Elmi məqalələr siyasətə, dinə və başqa mövzulara aid, başqa elm sahələrinə aid, başqa mövzulara aid deməli yazılar, məqalələr qəzet və jurnallarda çap olunursa, bu da olur elmi publisistik növ. Daha sonra rəsmi publisistikdə nədir? Rəsmi publisistikə bəyanatı deyə bilərik. Bəyanat. Aha. Bəyanat biz bilirik ki, rəsmi işgüzar üslubun bir növüdür. Bəyanatlar, sərəncamlar, bəyanatlar. İctimaiyyətə, əgər ictimai məzmun daşıyırsa, rəsmi işgüzar üslubun hər hansısa bir sənədi ictimai məzmun daşıyırsa və publisistikada, məsələn, qəzetdə, jurnalda, radioda, televiziyada səsləndirilirsə və ya yazılırsa, bu zaman adlanır həmin o yazı rəsmi publisistik növ. Yəqin ki, aydındır. Belə. Bundan əlavə, kiminsə, deməli, bu üslubla bağlı nə kimi anlaşılmazlığı oldusa, şərh bölməsinə yazarsınız. Mən çox böyük məmnuniyyətlə o suallarınıza cavab verəcəm. Gəlin, indi sizə bu üslubla bağlı bir sual cavab edeyim, görüm nə yadınızda qaldı. Deyin, görün mənə, publisistik üslubun yaradıcısı kim oldu? Publisistik üslubumuzun yaradıcısı kim oldu? Bəli, deməli, Həsən bəy Zərdabi oldu. Neçənci ildə yaratdı Həsən bəy Zərdabi Əkinçi qəzetini? 1875-ci ildə. Əkinçi qəzeti neçə il fəaliyyət göstərdi? 1877-ci ildə fəaliyyətini dayandırdı. Yaxşı, publisistik üslubun ikinci adı nədir? Mətbuat dili də deyilir bu üsluba. Neçə cür şərh forması var? İki cür şərh forması var. Analitik şərh və təsviri şərh. Təsviri şərh nədir? Bir insan sadəcə məlumatı özü tək ötürür. Buna təsviri şərh deyilir. Bəs yaxşı, analitik şərh nədir? Analiz olunaraq, təhlil olunaraq, politoloqlar tərəfindən, bir neçə şəxs tərəfindən fikir mübadiləsi, müzakirəsi aparılaraq ictimaiyyətə təqdim olunursa, buna da deyilir analitik şərh. Neçə forması oldu? İki forması oldu. Hansılardır? Yazılı forması və şifahi forması. Yazılı formasına nələr aiddir? Qəzetlərin dili, radionun dili, elmi kütləvi kitabların dili. Bəs şifahi formasına nələr aid oldu? Mitinqlərdə səsləndirilən natiqlərin çıxışı 1, yerdən atılan replikalar 2, radionun dili 3, televiziyanın dili bu da 4. Daha sonra müxtəlif mövqe və maraqları əks etdirir publisistik üslubumuz. Neçə növü var publisistik üslubun? 3 növ var. Bədii publisistik, elmi publisistik və rəsmi publisistik. Bədii publisistikə nələr daxildir? Oçet və felyetonların dili daxildir. Rəsmi publisistikə nələr daxildir? Bəyanat, yəni ictimai məzmun daşıyan rəsmi işgüzar sənədi, hər hansısa bir rəsmi işgüzar sənədi rəsmi publisistik dil sayılacaq, növ sayılacaq. Bəs elmi publisistik hər hansısa bir elmi məqalələr, siyasətə aid məqalə ola bilər, dinə aid məqalə ola bilər, hər hansısa bir elm sahəsinə aid məqalələr ola bilər ki, elmi publisistik növə daxildir. Ən ictimai nitq forması hansı üslubdur? Bəli, publisistik üslubdur. Dildə gedən yeniləşmələr, dəyişmələr, ilk hansı üslub öz təsirini göstərir? Publisistik üsluba təsirini göstərir. Daha sonra başqa nə deyə bilərik? Başqa. Belə, 1875-ci ildə yarandı. Əsasən qəzetlərin, radionun, televiziyanın, jurnalların dili də publisistik üslubun dilini təşkil etdi. Bugünkü üslub mövzumuzdan bir kiçik bir parça publisistik üslubu seçdim, izah etdim. Əgər sizə üslublar yararlıdırsa və maraqlıdırsa, növbəti hansı üslubun izahı gəlsin, onu şərh bölməsində yazarsınız.
Mən də o üslubun izahını sizlər üçün təqdim edərəm növbəti videolarımda. Sağ olun.